Allah. Allah. Hazırıq. Pulunu. Bəzi veşlər mənə yarısı qaldı. İnşallah layihəmə başlayırıq. Layihəmin adı Qarış-Qarış Vətəndir. Bu layihəmi Azərbaycan igid və qəhrəman oğullarına həsr edirəm. Azərbaycan torpaqlarının hər bir qarışı müqəddəsdir. Obşi Azərbaycan turuna çıxıram. İnşallah Allahın köməyi ilə. İndi öz kəndimizdə şəhid ailələrinin dualarını və görüşməyə gedirəm onlarla. Xeyir dua alım onlardan. Hamıya təşəkkür edirəm. Baş sponsorumuza, Doktor Arzu xanıma təşəkkür edirəm. Dəstəyinə görə təşəkkür edirəm. Adını etcək deyəcəm, onları da takip edərsiniz. Təşəkkür edirəm bir daha. Və dəstək duran bir şəxs də var idi, adını çəkilməyini istəmədi. Qubadlıdandır, ona da çox təşəkkür edirəm. Var olsun, minnətdaram. Bu yolda hamınızdan çox sağ ol, təşəkkür edirəm. Səhifəmi izləmədə qalın. Getdi inşallah. Gedək şəhid ailələri ilə görüşək, sonra yolumuza davam edək. Salam, hər vaxtınız. Badar kəndində şəhid ailələri ilə görüşəcək inşallah. İlk öncə onların xeyir duasını alıb, bu kəndlərim də özümdə. Bu kəndin sakiniyəm, Xocalının Badar sakiniyəm. Buranın şəhid ailələri ilə xeyir duasını alım, yola davam edeyim inşallah. Allahın köməyi ilə. Baxın, görün kim gəlir. Kim tanıyır bu qardaşı? Bir dənə baxın, görün kimə oxşuyur. Yurdum yuvam, değersiz kendimiz. Dağlar dağlar, ne güzel kendimiz. İnşallah Azərbaycan turnası. Allahın köməyi ilə. Yaxşı yox. Şəhid ailələrində bir Yaxşı balon olmanı gəlin şəhid ailəsi olasan. Xoş gəlmisiniz, yaxşı eləmisiniz, yaxşı eləmisiniz. Yəni inşallah o şey. İnşallah yolunuz açıq olar həmişə. Uğurlu olsun, yaxşı olsun. Sağ-salamat gedib gələsiniz. Şəhidlərimizə rəhmət eləsin, qalanlara, qazilərimizə, hamısına da can sağlığı. Sağ olun, bu yaxşı yoldur, yaxşı yola. Allah sizləri var eləsin, ay nənə. Sağ olun. Yolunuz açıq olsun. Allah razı olsun. Getdik. Allah yaxşı yol versin, yaxşı olun. Açıq çıxardınız. Sağ ol. Deməli, Xocalıya piyada gedəndə bazı dostumuz var idi, mən yadımdan çıxıb onunla görüşməmişəm. O da köçüb bura. İndi gedirəm onunla görüşəm. Sonra yolumuza davam edəyik. Badaranın elə içindəyik. O bir video belə çəkim yox. Bunu da səninləyik. Bir dənə də qardaş var. Çoxumuz tanıyırıq. Abi, bəli gəl bir dənə. Gəl bir dənə. Qardaşı tanıyan var. Salamlayıram hər kəsi. Müşfiq qrupun rəhbəri. İnşallah indi bir dənə də bundan video çəkəcək. Paylaşacağım axı. Da. Başında Kozalıyordum, yollar başına Eskiden yanımdan Kozalıyordum, dumanlar başında Deməli, bu dostumuz Xocalıya piyada gedəndə yolda məni axtarırdı, görüşmək üçün Azərbaycanda. Min şükür, indi öz köçürüblər Xocalıya.
Bir də orada gəldim, elə birinci görüşüm. Dedim, qoy o uşaqdır, ürəyində heç nə qalmasın, arzularını həmişə çatsın. Gəldim görüşəm. İnşallah o ki Azərbaycan turu edirəm, Allahın köməyi ilə. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə şəfa versin. Allah veteranlarımıza can sağlığı versin. Allah Azərbaycan olsun, olsun, cənab prezident sağ olsun. Bunlar bizim gələcəyimizdir. Allah saxlasın bunları. Həmişə arzuları yerinə etmək lazımdır. Öpürəm səni. Deməli, balaca dostumuz gəldi. Dağ bəydir, atasıdır. Əmirxan baba ilə uşağın da babasıdır. Həm də mənimlə anamın dayısıdır. Allah uzun ömür can sağlığı versin. Yəni, həyətlərində böyümüşəm uşaq vaxtı. Tanıyıram, Allah canından sağ eləsin. Elə yol boyu da zəng edirdi, maraqlanırdı. Sağ olsun, dağ bəy özü də maraqlanırdı. Allah canından sağ eləsin. Yəni, dedim elə gəlim görüşüm, sonra buradan çıxım gedim. Sonra deyək ki, gəldi, getdi, görüşmədi. Allah sağ olsun. Baş oğlu, yolun açıq olsun. Allah şəhidlərimizə rəhmət eləsin. Bu yol tutmuşsan yaxşı yoldur. Çox sağ ol. Bütün şəhidlərimizin ruhu sana kömək olsun. Allah ordumuzu qorusun, prezidentimizi qorusun, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Bütün əməyə keçən Azərbaycan ordusunu qorusun. Allah sizə kömək olsun. Xoş gəlmişsiniz bura. Çox sağ ol ki, bir baba evi kimi gəlib ziyarət edirsən qocaları. Rəsulu unutmayıb. Bir daima hoşlaşmı, sən bizim doğma bacım olursan. Ən istəkli mamam, qızım olsan da bizim də belə deyir. Allah canını sağ eləsin, davamlı olsun, inşallah dünya şöhrətli olasın. Cəzari Neqadi kimi dünya şöhrətli bir yolcu olasan. Öpürəm səni canım. Xoş gəlmişsən bizim evimizə. Xoş gəlmişsən gələk, Allah razı olsun. Bu mənim öz borcumdur ki, gəldim elə gəlmişəm, həm şəhər ailələrlə, həm buranın sakinlərindən xeyir dua olun ki, bu yolu Azərbaycanın ged olanlarına və qəhrəmanlarına həsr edirəm. Halallıq alım, elə bu gələcəyin qəhrəman oğullarından biridir. Mən elə yolda maraqlanırdı, axtarırdı. Elə gəldim, dedim, həm atasından, babasından halallıq alım. Allah xoşun olsun. Sağ ol, qanalarım, var ol, minnətdaram. Xocalı torpağı müqəddəs torpaqdır. Yəni, necə deyim, Azərbaycan torpağının hər bir qarşı müqəddəsdir. Ona görə də mənim elə layihənin adı Qarış-Qarış Vətən. Canını sağ eləsin, kömək olsun. Sağ ol, var ol, minnətdaram, təşəkkür edirəm. Allah sizdən razı olsun. Sağ ol. Şəhid Sərvan Mehraliyev, Natiq oğlu, gəlmişəm ailəsi ilə görüşüm. Allah rəhmət eləsin, ruhu şad olsun. Aprel şəhidlərimizdir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah Azərbaycan ordusunu qorusun. Cənab prezident sağ olsun. Bu dəqiqəsi hamı öz evində obasındadır. Biz də yuxarı küçədə, yuxarıda qaldıq. Sağ olun, sağ olun. Bir borç verdim ki, gəlim sizlərdən halallığı. Yox, yaxşı elədin, gəlmişsən. Sağ ol, sağ ol. Allah sağ yol verməsin. Uzaq yoldan gəlib çəksən. Mən də 2016 aprel deyəsəyində Mehraliyev Sərvan Qasım'dan istəyir. Allah bütün canlıları versin. 92 qaramızın arasında bütün şəhətlərində müqəddəsin, bütün bu şəhətlərində can sağlıq, Allah da prezident ömür can sağlıq versin ki, bizi gətirib torpağımıza qavuşdur. Sağ ol, öpürəm. Yəni, mən özümə borc bildik ki, gəlim halallıq alım. Çünki xeyir dua almaq, yəni, mənim borcumdur. Gəlmişsən, yaxşı eləmişsin. Var ol, minnətdaram, həqiqətən, çox sağ ol, təşəkkür edirəm. Sən sağ olsun. Əlbəttə vətən sağ olsun. Əsas dəmir yolunuzdur. Deyəm onun için belə elədik. Cənab prezident. Ay sağ ol.